Gözəl insan salam, hər vaxtın xeyir olsun. Buraxılış imtahanında bax gördüyünüz bu tipli sualı necə eləmək olar? Söhbət dinləmə mətnindən mətnimizə ad ya da başlıq verməkdən gedir. Bunu qısa müddətdə, amma dinləmədən yaza bilərikmi? Təbii ki, yaza bilərik. Bunu həmişə də yazmaq nədir? Mümkündür. Amma ümumiyyətlə dinləmə mətnini dinləmədən 2, 3, 4, hətta 5 elə mətn ola bilər. 6 sualın 6-sını da nədir? Necə yaza bilərik? Buna aid müəllim video çəkəcəksinizmi? İnşallah buna aid bir dənə video çəkəcəyik. Gəl buna baxaq. Deməli yoldaşlar, bax diqqətli olun. 5 dənə variant verir. Düzdürmü? Arada vaxta da baxıram ki, 3 dəqiqə tamam olmasın, çünki 3 dəqiqədən çox seçmək olmaz. Bu 5 dənə variantdan biri düzgün olmalı. 5 varianta baxanda bu da prepositional, yəni söz önülü birləşmə də var. Söz önülü olmayan birləşmələr də, yəni söz birləşməsindən gedir. Söz önü olanda gözəl insanlar həmişə söz önüdən əvvəlki söz əsas. Yəni A variantda palace. B variantında preposition olmadığına görə mən sonuncu style sözünə odaqlanıram. C variantında preposition var. In. Deməli mən castle ya da castle sözünə odaqlanacağam. D-də söz önü yoxdur. Destinations. E variantında var. Bu da fe'li sifət də var. Health'dan əvvəl event söz var. Yəni A-da a royal palace, yəni palace, saray, kral deyir sarayı. B-də filan stil, style. C-də castle. D-də destinations. E-də də cultural event, yəni eventdən gedir. Bu 5 sözdən biri digər suallarda hansı daha çox təkrarlanırsa cavab da odur. A-da palace, B-də palace, 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 palace da variantlara baxmıram. Palace, palace. Deməli, gözəl insan düzgün cavab olacaq A variantı. Əgər videonun ardı arası kəsilməsin deyirsənsə, o zaman abunə ol, follow elə, like elə, share elə, daha nə var, save elə, ürəyin nə istəyir. Amma elə eləyək ki, bu videoların ardı arası kəsilməsin. Görüşərik, hələlik.